Müəllimlər, hər vaxtınız xeyir olsun. Salamlayıram hər birinizi. Dəyərli müəllimlər, bu günlərim sizlər üçün 5 dənə bazı sualın izahını verəcəm. Diqqətli olaq, zəhmət olmasa və bu tipli izahların davamı üçün YouTube kanalıma abunə olun və videonu maksimum paylaşaq ki, daha çox müəllimimizin məlumatı olsun, onlar da yararlana bilsinlər. Suallarımız belədir. Birinci suala baxın. Rəy ilə bağlı fikirlərdən hansı yanlışdır? Baxın, yanlış olan istəyir. Ümumi deyil, spesifik məsələlərə toxunmalıdır. Bəli, rəy spesifik məsələlərə toxunmalıdır. Bu doğru fikirdir. Bunu götürmürsünüz. Rəy təkcə müəllim deyil, şagirdlər də bir-birlərinə rəy verə bilərlər. Bu da tamamilə doğru fikirdir, götürmürük. Rəy şagirdin emosiyalarını müəyyən edən əsas vasitədir. Tamamilə yanlışdır. Yanlışdır. Deyə baxaq. Rəy şagirdin təlim məqsədinə götürən əsas vasitədir. Bəli, bu da tamamilə doğru fikirdir. Və E-yə baxırıq. Rəy formativ qiymətləndirmənin əsas tərkib hissəsidir. Tamamilə doğrudur. Bizdən yanlış istəyir. Yanlış olan C variantı olacaq. Videonu saxlayıb özünüz də mənlə bir yerdə işləyə bilərsiniz. 2-yə baxaq. Şagirdlər oxuduqları nağılda xəyali və həqiqi hadisələri bir-birlərindən fərqləndirirlər. Bizdən nəyi soruşur? İdraki sahənin mərhələsini müəyyənləşdirin. İdrak nədir? Dərk etmə. Dərk etmənin hansı mərhələsində ola bilər şagird? Əgər oxuduğu nağıldakı həqiqi, xəyali hadisələr bir-birlərindən fərqləndirməyi bacaran şagird həmin nağılı anlamaq mərhələsindədir müəllimlər. İnsan bir şey anlayan zaman oradakı oxşarlıqları, fərqləri müəyyənləşdirə bilir. Fərqləndirə bilirsə, ümumiləşdirə bilirsə, qruplaşdıra bilirsə, müəyyənləşdirə bilirsə, nəyin hesabına bunu eləyəcək? Anlayan insan bunu eləyir. Anlamaq mərhələsidir. İdrakin anlamaq mərhələsidir. Yadda saxlayın. 3-ə baxırıq. Düzgün olmayan təlim nəticəsini müəyyənləşdirin. Olmayanı soruşuram. Düzgün olmayan. Diqqətlə baxırsınız. Düzgün olmayan təlim nəticəsini müəyyənləşdirin. Variantlara keçməmişdən qabaq bir dənə belə deyək də, məlumat verim sizə ki, düzgün təlim nəticəsi necə olur? Düzgün təlimin nəticəsində şagirdlər dinamik olurlar. Yəni, tətbiqi bilirlər. Artıq buradan yola çıxacaqsınız. A bəndinə baxırıq. Tənlikləri həll etmək üçün düstura əsasən sadə hesablamalar aparırsa, şagirddə təlim nəticəsi formalaşdırılıbdır düzgün şəkildə. Nəticə etibarilə şagird hesablamalar aparır. Görürsünüzmü? Hesablamalar aparırsa şagird demək dinamikdir, öyrənibdir, nəticə qazanıbdır. Ona görə də biz A-nı götürmürük. Niyə götürmürük? Bizdən düzgün olmayan təlim nəticəsini istəyir. B bəndinə baxın. Müxtəlif sahələrdə kəşfləri olmuş alimlər haqqında məlumatlar toplayır, təqdimatlar edir. Kim? Şagird. Şagird demək dinamikdir burada da. Təlimin nəticəsi olaraq nələrsə qazanıbdır, artıq tətbiqi bilir. Məlumat toplaya bilir, təqdim eləyə bilir və s. və ilə axır. Nəticə etibarilə şagird dinamikdir, stativ deyil, düzdürmü? Buna görə bunu götürmürük, bizdən düzgün olmayanı istəyəcək. İstəyir daha doğrusu. C bəndinə baxın. Şagird kimyəvi reaksiyaların əlamətlərini, baş vermə səbəbini izah edir. Nəyin hesabına bunu izah edir? Onun hesabına izah edir ki, nəticə qazanıb artıq. Təlimin nəticəsi onda düzgün formalaşdırılıbdır. Aydınmı? Şagird artıq dinamikdir. D bəndinə baxın. Kvadrat tənlikləri həll etməyin yollarını öyrədir. Kim öyrədir? Müəllim. Müəllim hələ də şagirdə nələrisə öyrətmə mərhələsindədirsə, şagird hələ öyrənmə mərhələsindədirsə, demək onda hələ nəticədən söhbət getmir. Yadda saxlayın, təlimin nəticəsi, nəticədən burada söhbət getmir. Şagird hələ burada öyrənir nələrisə, stativ vəziyyətdədir. Aydındırmı? Düzgün olmayan budur. Yəni, düzgün olmayan təlim nəticəsini müəyyənləşdirir. D bəndi düzgün olmayan təlim nəticəsidir. E-yə baxın, ifadələri səmərəli üsulla həll edir. Kim həll edir? Şagird həll edir. Nəticə qazanıb həll edir artıq. Aydındırmı? Təlim nəticəsinin düzgünlüyünü, doğruluğunu yoxlamaq üçün baxacaqsınız ki, orada Benjamin Bloom'un idrak taksonomiyasının mərhələlərinə uyğun, yəni şagird nəticə etibarilə dinamikdirmi? Hə, xatırlamaqdan başqa
anlaya bilibdimi, tətbiqi bilirmi, təhlili bilirmi, dəyərləndirə bilirmi, yarada bilirmi? Bunları eləyə bilirsə, şagird artıq dinamik vəziyyətdədir. Təlimi nəticə etibarilə qazanıbdır. Onda həmin təlim nəticəsi düzgün formalaşdırılıbdır. Əgər eləyə bilmirsə, hələ də şagird nəyisə öyrənirsə, əzbərləyirsə, o artıq hələ ki stativ vəziyyətdədir. Düzgün təlim, burada düzgün təlimdən söhbət getmir. Düzgün olmayan təlim nəticəsidir, bax bu. Çünki hələ şagird nəticə qazanmayıbdır. Sonra baxırıq 4-cü sualımıza. Deyir ki, səmərəli mütaliə və təfəkkürün inkişafı üçün interaktiv qeyd etmə sistemidir. İnteraktiv qeyd etmə sistemindən danışırsa, bu açar məqam insert iş üsuluna, metoduna aiddir. Üzr istəyirəm, qaralamaq yox, belə deyək də, düzgün variantımız insert metodudur müəllimlər. Yadda saxlayırsınız. Digərləri buna uyğun deyil heç birisi. İnteraktiv qeyd etmə sistemi insertdədir. Sonra baxırıq 5-ci sualımıza. 5-ci sualımıza. Müəllimin etdiyi hansı fəaliyyət inklüziv yanaşmanı dəstəkləməz? Yadımıza salırıq, inklüziv təhsil necə bir təhsil idi? Ədalətli, bərabər imkanların təmin olunduğu təhsil mühiti idi və orada sağlamlıq imkanları məhdud şagirdlərin də digər şagirdlər kimi bir yerdə təhsil almaq imkanı yaratdığımız bir təhsil mühiti idi, düzdürmü? İndi deyir ki, hansı fəaliyyət inklüziv yanaşmanı dəstəkləməz? Aya baxın. Müəllim sinifdə hər kəs üçün ədalətli təlim mühiti yaradılmasına çalışır. Çalışırsa bizim bu müəllimimiz inklüziv, belə deyək də, yanaşmanı dəstəkləyir. Buna görə bunu biz götürmürük, dəstəkləməyəni götürəcəyik. Müəllim ötürəcəyi məzmunu müxtəlif formalarda təqdim edir. Qrafik, animasiya, mətnlər formasında nəyə görə müxtəlif formalarda təqdim edir? Çünki sinif inklüziv mühitdir. Orada fərqli öyrənmə xüsusiyyətlərinə, xarakterə, xüsusiyyətə malik şagirdlər var. Bəli, müəllim bu şəkildə təqdim eləməlidir. Eləyirsə, inklüziv yanaşmanı dəstəkləyir. Eləmirsə, dəstəkləməmiş olacaq. Eləyir. Bizə dəstəkləməyən yanaşma lazımdır. C-yə baxın. Sinifdə ayrı seçkilik etmədən hər kəsə eyni üsulla dərs izah eləyir. Eyni üsulla müəllim dərs eləyirsə, inklüziv yanaşmanı dəstəkləməmiş olacaq. Bizim cavabımız budur. Dəstəkləmir. Axı bizim sinifimizdə hər kəs eyni deyil, fərqlidir. Mən belə deyək də, dərsimi, izahımı müxtəlif formalarda təqdim eləməliyəm. Aydındırmı? Əgər eləmirəmsə, eyni üsulla dərs izah eləyirəmsə, inklüziv yanaşmanı dəstəkləməmiş olacağım. D bəndinə baxın. Dərs materiallarının seçimində müxtəlif çətinlik səviyyəsində olmasını təmin edirəm. Bəli, müxtəlif çətinlik səviyyəsində olmalıdır dərs materialları. Nəyə görə? Çünki sinifimizdəki bütün şagirdlərin qavrama potensialı, öyrənmə potensialı eyni səviyyədə deyil. Buna görə. E-yə baxın. Müəllim dərs ilinin əvvəlində valideynlərlə əlaqə saxlayıb, şagirdlərin xüsusi ehtiyacları ilə bağlı məlumat toplayırsa, inklüziv yanaşmanı dəstəkləmiş olacaq. Deməli, baxdıq ki, dəstəkləməyən C variantıdır. 5 dənə sualın izahını verdim müəllimlər. Ümid edirəm sizlər üçün yararlı oldu. İzahı bəyəndinizsə, videonu bəyənin, maksimum paylaşaq müəllimlər. Çünki bu kanalda izahlar paylaşılacaq, belə suallar olacaq və sizlərə dəstək məqsədi ilə, belə deyək, əlimizdə olan bütün imkanlardan istifadə edəcəyik. Sağ olun müəllimlər, özünüzdən müğayət olun.